Uğur IT Akademiya təşkil etdiyi Windows Server dərslərinə xoş gəlmisiniz. Bu gündən etibarən sıfırdan ən əsas anlayışlardan başlayaraq real sistemlərin qurulmasına qədər bütün mərhələləri praktiki şəkildə öyrənəcəyik. Hazırsınızsa dərsimizə birlikdə başlayaq. İlk növbədə mən sizə izah eləmək istədiyim bundan ibarətdir ki, biz Windows serveri quraşdırmanın bir neçə metodu var. Əsasən iki başlıq altında ayıra bilərik ki, fiziki quraşdırma və virtual mühitdə quraşdırma. Fiziki quraşdırma nədən ibarətdir? CD, DVD üzərindən, yaxud da ki, USB flash kart üzərindən quraşdırma və bir metodumuz da mövcuddur ki, bu HP kompüterlərdən HP-nin öz produktu olan Intelligent Provisioning metodu ilə quraşdıra bilərik. İlk növbədə mən sizə Windows Server ISO-sunu yükləməyin qaydasını öyrədəcəm. Browserımıza daxil oluruq. Google axtarış sistemində Windows Server 2016 ISO download. Biz 2016 deyil, 2012, 2019, 2022 və yaxud da daha təzə olan ilə uyğun olaraq ISO faylını yükləyə bilərik. ISO imagini. Download axtarış verdik və Google-da ilk çıxan web səhifəsinə daxil oluruq. Uyğun dili və uyğun editiona bit dəyərinə uyğun olaraq seçirik və 64 bit edition ingilis dilində mən seçəcəm və beləcə yükləməyə başlayacaq. Gördüyünüz kimi. Mən də bunu yükləməyə dayandıracağam. Çünki mən artıq bunu yükləyib ekrana atmışam desktopa. Biz ilk növbədə Nero CD-DVD üzərindən fiziki quraşdırmanı izah edəcəm ki, tam olaraq fiziki quraşdırmanı göstərməyəcəm, amma qaydasını düşünürəm ki, qaydasını göstərdiyimdə siz özünüz artıq başa düşəcəksiniz. Nero Exe-yə daxil oluruq. Uyğun CD-ni əlavə etdikdən sonra bu ekranı X veririk. Və Recorder-a daxil oluruq. Choose Recorder. Mənim indi kompüterimdə CD-DVD disk yeri olmadığına görə, dəstəkləmədiyinə görə, burada mən öz əlavə eləyəcəyim şeyi görməyəcəm. DVD-ni görməyəcəm. Amma siz əlavə elədiyinizdə image recorder'ın necə düşdüyü formada uyğun CD-ni və DVD-ni görəcəksiniz. Üzərinə basıb OK vuracaq və beləcə avtomatik seçiləcək. Seçildikdən sonra gəlib Recorder, Burn Image edəcək. Burn Image-ə daxil olduqdan sonra Windows serverimizi seçirik. Open vurduq. Burn-a kliklədiyim anda avtomatik yüklənməyə başlayacaq. Mən də yenə də xatırladım sizə. Uyğun yerim olmadığına görə CD-DVD yeri avtomatik save ekranı gələcək məndə. Gördüyünüz kimi belə. Amma sizə avtomatik yüklənməyə başlayacaq. Bu da belə. Gəlin indi sizə ikinci metod olaraq flash kart üzərindən yükləməyi izah edeyim. Flash kart üzərindən Rufus proqramına daxil olaraq siz Ventoy-dan, WinSetup From-dan istifadə edə bilərsiniz və yaxud da başqa bootable flash kart üzərindən istifadə olunacaq proqramlardan istifadə edə bilərsiniz. Rufus-a daxil oluruq. Portable formasını mən yükləmişəm. Daha sonra flash kartımızı baxırıq, taxtamız anda device hissəsində bir ekran çıxacaq. Gördüyünüz kimi avtomatik bizim flash kartımızı detect edir. Əgər tapmasa Alt F düymələri kombinasiyasına basırıq və avtomatik burada yenə çıxacaq. Biz Select-ə klikləyirik və uyğun image formamızı seçirik. Open elədik və avtomatik bütün konfigurasiyanı özü avtomatik elədi. GPT olaraq seçirik. Əgər bizim partition şəmamız kompüterimizi yaxud serverimizi nəyə uyğundursa, ona uyğun olaraq. Lap köhnədirsə, MBR seçirik. Yox, əgər biraz təzədirsə, GPT olaraq seçirik. Buradan adı veririk və interface formatında eləyirik. Start'a bastığımız anda bu ekranda da start veririk, OK və beləcə image faylımız bootable olunmağa başlayır. Mən də bu ekranda da cancel verəcəm, çünki biz fiziki quraşdırma deyil, virtual mühitdə quraşdırma eləyəcəyik.
Və bir də HP Intelligent-ə keçmək istəyirəm. Ondan əvvəl sizə bir şey də izah eləmək istəyirəm ki, bəzən elə olur ki, biz fiziki quraşdırma zamanı bir errorla qarşılaşırıq. Bu error Rapid Storage driverinin tapılmaması ilə bağlıdır. Driver letterləri görünmür, disk partitionları bölgüsü yoxdur, boş ekran göstərir. Biz uyğun driveri həmin flash kartımıza, imaging olduğu flash karta, bootable elədiyimiz flash karta əlavə edirik və beləcə ondan sonra işimizə davam edirik. Bu xəta ekranı da bundan ibarətdir ki, Windows setup ekranında çıxır ki, baxın görürsünüz partitionlar boş şəkildə gəlir. Boş şəkildə gəlməsində səbəbi Rapid Storage çox vaxtı olmur, amma olduğunda da Rapid Storage uyğun markasına, modelinə uyğun olaraq o driveri yükləyirik və beləcə bu ekrana əlavə edirik. Bu ekranda load driver və biz flash kartımızın içərisini seçdikdən sonra, içərisindən driveri seçdikdən sonra avtomatik olaraq bütün partitionlar burada görünür. Bu ekranla qarşılaşmaq istəmiriksə və bizim produktumuz HP markasındadırsa, biz HP Intelligent-dan istifadə edirik. HP Intelligent Provisioning. Bu avtomatik driverin yüklənməsini özü təmin edir. İmagimiz varsa özümüz imagi seçirik. Yox, əgər imagimiz yoxdursa, özü lokaldan deyil, globaldan özü avtomatik olaraq yükləyir. Onu da gələcəkdə dərslərimizdə tam olaraq sizə göstərəcəm. İndi bu günləri biz Windows serveri virtual mühitdə yükləməsinə başlayacağıq. Sizə ilkin konfigurasiyaların necə olduğunu izah edəcəm, yüklənmə qaydası necədir, bunları bir-bir tam detallı şəkildə göstərəcəm. İlk növbədə bizə lazım olan şey Windows serverimizdir. İkinci növbədə VirtualBox, yaxud VMware Workstation, yaxud Hyper-V. Biz indi gələcəkki dərslərimizdə Hyper-V-ni konkret olaraq Windows serverinin öz produktu olaraq bir dərs olaraq keçəcəyimizə görə bu günlərim sizə sadəcə VirtualBox, ən sadə Windows'un öz produktu olan virtual sistemi, VirtualBox, yəni virtual mühitini yükləməyin qaydasını öyrədəcəm və sonra Windows serveri buna əlavə edəcək. Üzərinə 2 dəfə kliklədikdən sonra Oracle VirtualBox 724 installer ekranı açılır. Bu ekranı, bunu da yükləməyin qaydasını browser'a daxil oluruq. VirtualBox download. İlkin çıxan linkə daxil oluruq. Buradan download və çıxan ekranda Windows Host. Siz özünüz macOS istifadə edirsinizsə, yaxud Linux distributionları olaraq bunlardan istədiyinizə seçə bilərsiniz. Gördüyünüz kimi gəlir, mən bunu dayandıracağım indi. Çünki mən artıq yükləmişəm. Bu ekrana gəldik. Next-ə basırıq. Lisenziyanı qəbul edirik. Next edirik. Burada kiçik detallı konfigurasiyaları vardır ki, bunlar nədən ibarətdir? Qısaca izah edeyim. Python-un dəstəklənməsidir VirtualBox-da. Bundan çox istifadə eləməyəcək. Gələcəkki dərslərimizdə avtomatlaşdırma üçün filan nəyəsə belə Python-da skriptlər yaza bilərik. Əlavə olaraq VirtualBox Networking var ki, Bridged Network və Host Only. Bunları da indi birazdan qarşıdan sizə izah edəcəm qabağımıza çıxan ekranlarda. Və bu da USB dəstəyidir. USB dəstəyinin dəstəklənməsi üçün əlavə elədiyimiz bir konfigurasiyadır. Network konfigurasiya, bunların hamısı default olaraq qalır. Next verdik. Yes elədik. Yes elədik. Gəlirik. Buradakı ekrandan hamısı olduğu kimi qalır ki, Startup menyuya shortcut əlavə eləsən, desktop əlavə eləsən, default olaraq bu fayl formatlarına başlatsın. Next verdik. Install. Yüklənməsini gözləyirik. Bu ekranın uzun getməməsi üçün mən bunu dayandıracağım. Və gördüyünüz kimi bu ekran gəldi. Biz avtomatik starta başlaması üçün bu çekdə saxlayırıq. Finish elədik.
Gördüyünüz kimi bu ekran gəldi. Oracle VirtualBox Manager ekranı açıldı. Biz bu ekranda ilk növbədə konfigurasiya eləməyimiz üçün Windows Server imicini əlavə eləməliyik. Open olaraq deyil, new olaraq. Open olaraq gələcəkki dərslərimizdə izah edəcəm ki, hazır imicləri internetdən yükləyəcək ki, onları open eləyə bilərik. Yaxud da ki, hazır sonradan özümüz əlavə eləmişiksə, yükləmişiksə artıq new eləyib. Daha sonra biz lazım olan imicimizi open eləyəcək. New üzərinə bastıq. Burada serverimizə, virtual maşınımıza ad veririk. Windows Server 2016. VM-in folderunu bu arada avtomatik olaraq seçməsi üçündür. Biz burada ISO-nu indidən əlavə eləməyəcəyik. İndi bu ekrana açanda install edirik ki, təyin olunmamış şəkildə. Biz daha sonradan əlavə eləyək. Finish elədik və buradan settings hissəsinə gəlirik. Buradan storage hissəsinə daxil oluruq və Windows serverimizin VDI-idir bu. VDI-in də altında empty olaraq bir dənə diskimiz mövcuddur ki, bu diski artıq attach eləməliyik biz uyğun ISO faylımıza. Üzərinə bastıq, buradan Optical Drive SATA port 1 seçili halda bu ikonkaya, disk ikonkasına klikləyirik və choose a disk file. Buradan biz ekrana gəlirik, desktop və Windows Server 2016 Data Center-ı open eləyirik. Biz open elədiyimizdə tipini, size-ına uyğun oldu, hardan götürmüşüksə location'ımızı avtomatik seçir. Bu ekrana OK vurduğumuz anda bizim artıq diskimizin imici bura avtomatik təyin olundu. Settings'e yenidən daxil oluruq. Sistem hissəsinə gəlirik. Sistem hissəsində biz RAM-ımızın, bizim kompüterimizdə nə qədər RAM varsa, ona uyğun olaraq serverimizə təyin elədiyimiz RAM-dır. Biz də bunu bilməyimiz üçün Windows R düymələri kombinasiyasına basıb DXD yeyək. RAM komandasına yazırıq və çıxan ekranda RAM-ımıza baxırıq. 16 GB RAM var burada mövcuddur. Və prosesorumuza baxırıq. 4 korda mövcuddur. ARM prosesor 8-ci nəsil. Və beləcə biz burada 2048, indi real iş mühiti olmadığına görə mən burada az verəcəm. Yəni düşünürəm ki 4096 MB RAM kifayət eləyər. Hətta siz 2048, hətta 1024 belə verərsiniz. Amma ortalama 1024 deyil, 2048 verməyiniz daha tövsiyə olunan variantdır. Burada gəlirik. Bunlar avtomatik seçili halda qalsın. Floppy disk kabotdan istifadə edirsinizsə, saxlayırsınız ki, köhnə texnologiyada istifadə olunmur. Bu ki götürsəniz belə olar. Amma default olaraq qalsın. Optical disklərdə, hard drive-dır, network-dır filandır, bunlarda boot order sıralanmasıdır ki, network deyəcəksiniz burada nə əlaqə, PXI üzərindən yüklənməsi üçündür bu da. Bunu, yəni beləncə default olaraq qalsa yaxşıdır, yəni. Prosesora gəlirik. Prosesora gəldiyimiz anda buradan prosesordan biz ortalama 2 dənə cache veririk. Buradan başqa heç bir konfigurasiyanı seçmirik. Bunları da indi gələcəkki dərslərimizdə izah edəcəm sizə. Və proses olaraq 100%-ində gücünü də istifadə eləsin. Storage'imiz hazırdır, sistemimiz hazırdır. Display hissəsinə toxunmuruq. Audio hissəsi olduğu kimi qalır. Network hissəsinə də hal-hazırki vəziyyətdə toxunmuruq. Yenə də bir sonraki dərslərimizdə network konfigurasiyalarını da etməyə sizə izah edəcəm. Burada qalanların hamısı shared folders'da filandır. Misal üçün ki, server qaldıracaq və birindən digərinə sharing verəcək ki, bir-birlərinin fayllarını görə bilsinlər. Bunların hamısını bir-bir izah edəcəm sizə. Bu ekrana sadəcə siz OK olaraq klikləyirsiniz və gördüyünüz kimi ekranda sağ tərəfdə details bölməsi altında çıxan menüdə biz görürük ki, bizim
Windows serverin konfigurasiyaları olub. 4096 MB, 4 GB RAM verdik, 2 prosesor verdik core olaraq. Bu diskləri dəstəkləyir. Daha sonra Windows display settingslərdə, storage'lərdə biz 50 GB default olaraq vermişik. Mən bunu sizə də izah eləmək istəyirəm ki, storage-a daxil olduğumuzda biz ikinci bir disk vermək istəyiriksə, buradan yeni bir diskin yaradılmasına basırıq. Bu add optical drive-dır. Bu disk əlavə eləmək üçündür. Belə bir şey ikonka ilə. ISO əlavə etmək üçündür. Bu isə artıq sadəcə video əlavə eləmək istəyir. Virtual disk. Virtual maşınımızın öz şəxsi diski. Bunun üzərinə bastığımız anda buradan create edirik. Əgər varımızdırsa bir dənə disk öncədən təyin elədiyimiz, bunu seçirik. Disk image file elədiyimiz anda həmin uyğun videoyu seçib daxil edirik. Yoxdursa create edirik. Create elədiyimiz anda videomuzun adı və location'a gəlirik burada. Seçim olaraq VirtualBox Disk Image olduğu kimi qalır. Buradan bizim kompüterimizin yaddaşına uyğun olaraq bizdə nə qədər boş yerimiz varsa, ona uyğun olaraq özümüz təyin edirik. Burada bizdə default olaraq 50 GB seçib birinci diskdə, ikinci diskə seçmə ekranı isə bu olduğuna görə bu da default olaraq 50 seçilir. Amma siz burada 25 GB verməyiniz kifayət eləyər. Buradan yerinizi seçib təyin edə bilərsiniz. Burada Finish'e bastığınız anda avtomatik diskimiz təyin olunacaq. Və buradan ekrandan seçirik. Choose elədiyimiz anda gəlib bura düşəcək. Bu ekrana da OK verirəm. Bizdə artıq seçilidir. Və diskimizi artıq serverimizin yüklənmə prosesini artıq başladırıq. Start'a buradan basırıq, yaxud da bu oxu işarəsinə basırıq. Start with GUI. GUI nə deməkdir? Graphic User Interface. Yaxud da Windows serverin üzərində sağ knopkanı vurub, buradan Start menüsünə gəlib, açılan menüdən Start with GUI. Yəni bir neçə metodumuz mövcuddur. Biz buradan sadəcə Start'a basırıq. Çıxan ekranı gözləyirik. VirtualBox ekranımız açıldı. Panelə bağlayıram. Vurduğumuz anda avtomatik olaraq bizim serverin yüklənmə prosesi başlayır. Gələcəkçi dərslərimizdə sizə fiziki server üzərində də yükləmə qaydasını göstərəcəm ki, əlavə bir-iki düymələr var ki, onları mütləq toxunulmalıdır. Amma ilk növbədə indi bu günlərim sizə sadəcə virtual üzərində göstərəcəm. Buradan uyğun dili, uyğun keyboarda, input metodlarına, time and currency format, yəni data və valuta dəyəri filan avtomatik saxlayırıq. Next veririk. Install və ekranın açılmasını gözləyirik. Açılan ekranda 4 seçim gəlir bizə. Windows Server 2016-nın 4 forması. Standard Evaluation, Standard Evaluation'ın Desktop Experience, yaxud da Data Center Evaluation, Data Center Evaluation'ın Desktop Experience. Bu iki punkt bizə lazımdır. Gələcək ki, Advanced səviyyəsində istifadə elədiyimiz server idarəsində bunların da bu seçimlərin nə olduğunu sizə izah edəcəm. Bizə burada sadəcə 2 seçim lazımdır. Biz basic olaraq ilkin konfigurasiya olaraq başlayıb sadəcə hələ ki qara ekran deyil, sadə GUI interfeysində, Graphic User Interface-də görmək istədiyimiz üçün, elədiyimiz ayarları, konfigurasiyaları görməyimiz üçün mütləq Standard Evaluation Desktop Experience seçirik ki, görüntülü sadə, baxın belə gördüyünüz ikonkalar filan, Start menüsü filan hər şey görməyimiz üçün Desktop Experience seçirik. Yox, əgər biz Core CLI-də daha rahat işləmək bizim üçün daha rahat,
sürət istəyiriksə, CLI ekranından istifadə, command line interfeysdən istifadə etmək istəyiriksə, standart evaluation'ı seçirik. Desktop experience seçirik. İndi gələcəkki dəstəmizdə standart evaluation'ı da, yəni CLI ekranına core interfeysində yüklənməlidir. Seza eləyəcəm və onda da konfigurasiyalarımız edəcək. Desktop experience seçdik. Next varırıq və ekranın açılmasını gözləyirik. Uyğun lisenziyanı qəbul edirik. Next. Biz əgər burada köhnə serverdən istifadə ediriksə, misal üçün 2012-dirsə, 2016-ya qaldırmaq istəyiriksə, upgrade seçirik. Yox, əgər sıfırdan istifadə ediriksə, custom install Windows Only Advanced olaraq seçmə klikləyirik və çıxan ekranda bizə bir disk təyin elədiyimizə görə, ona da 50 GB dəyər verdiyimiz üçün 50 GB biz partitionlara bölə bilərik. İstəsək bölərik, istəməsək new eləyib, apply eləyib, uyğun partitionların bölgüsü yaranır və avtomatik partitionlar seçilir və next-a basırıq. Yoxdur ki, sadəcə next-a bastığımızda özü avtomatik olaraq zaten new ilə partition bölgülərini eləyir. Yox, əgər biz advanced eləmək istəyiriksə, biz burada new-ya klikləyirik. Bizdə 51200, yəni 50 GB yeri verir. Bunun bölgüləri necə olur? Windows R kalkulyatora daxil oluruq. Misal üçün biz 25-25 bölmək istəyiriksə, 25 GB vururuq 1024-ə. 25600. Bura gəlib 25600 daxil edib, apply-a klikləyib və çıxan ekrana OK vururuq. Və gördüyünüz kimi bizə ekranların bölgüsünü çıxartdı. Buradan sistemin öz rezervləridir, ikinci partitionımızdır, əsas şeyin yüklənəcəyi yer, serverimizin yüklənəcəyi. Burada misal üçün datalarımızın yüklənməsi üçün bir disk təyin eləyə bilərik. Burada new eləyib, elə sadəcə çıxan interfeysə apply veririk və beləcə. İndi istəyirsiniz serveri buna yükləyin, yaxud da buna yükləyin. Artıq o seçim sizin özünüzə qalır. Hansına yüklədiyiniz anda avtomatik olaraq digəri şeyə çevrilir. Sizin əlavə fayllarınızı yükləmək üçün istifadə edəcəyiniz yerə. Hansını yükləsəniz o avtomatik OS drive sayılacaq. Biz indi buna ehtiyac duymuruq. Bunların hamısını silirik. Biz elə new olaraq hamısını istifadə edəcəyik. Apply vurduq, OK vurduq. Çıxan bir drive'da next ekrana klikləyirik və bu ekran gəlir. Fayllarımız kopyalandı. İnstallasiya üçün yükləmə başladı. Daha sonra future-lər yüklənəcək, update-lər yüklənəcək və finishing olacaq. Bu ekranları indi gözləməyəcək. Zaten burada oluna biləcək. Faiz olaraq gedir. Bir şey yoxdur gözləməkdən başqa. Videonu burada dayandırıb daha sonra davam edəcək bitdikdən sonra. Gördüyünüz kimi yükleme ekranımız bitti. Restart olunacaq 5 saniyə sonra. Və yenidən restart olur. Bu ekranda heç səni toxunmuruq. Əslində bu ekranda artıq biz diskimizi çıxarmalıyıq. Sadəcə olaraq nəyəsə əlavə konfigurasiya eləmək istəmirəm ki, siz ekranı tam olaraq görəsiniz. Bu ekranları gözləyirik. Device'ın başlaması üçün. Və artıq formatımız bitdi. Və device'larımızın yüklənməsi bitdi. Biz bu ekranda uyğun username'imizə parol təyin edirik. Bu parol mütləq şəkildə kompleks password olmalıdır. Type a password for the built-in administrator account. Yəni bu deyir ki, bu kompüterdə daxil olduğunda
sən administratorun, yəni built-indəki administratora parol təyin edirsən. Parol tipi də mütləq kompleks password olmalıdır. Məsələn, mən burada password 2025 nədir? Eyni ilə bu formatda verirəm. PA S-ləri 2 dollarla, W olsunu 0-la, orada 2025 nədir? Eyni parolü burada da təkrarlayırıq. Gördüyünüz kimi eyni parol. Finish elədik. Və ekranımız açıldı. Bu ekranda bizdən tələb eləyir ki, toxunmalısan Ctrl+Delete açmaq üçün düymələri kombinasiyasına. Burada ya Ctrl normalda bəzən işləyir, bəzən işləmir. Ctrl+Delete yaxud da ki, yox, əgər bu düymələri Ctrl-umuzda sol tərəfdəki Ctrl deyil, sağ tərəfdə, yəni right Ctrl plus Delete olaraq qısa yoldan istifadə eləyirik. Baxın, burada gördüyünüz kimi yazır. Yox, əgər bu ekranda yoxdursa, bunu eləyə bilmirsinizsə, Input, Keyboard, Insert, Ctrl+Alt+Delete. Bastığınız anda administrator accountun parolunu daxil edib giriş ekranımız açılır. Password 2025 nida. Enter vuraq. Və gördüyünüz kimi user profile servisləri yükləməyə başlayır. Gördüyünüz kimi Windows serverin desktopu açıldı. Bizə 180 günlük istifadə müddəti verir ki, 180 gündən sonra yoxlama müddəti deyək. 180 gün istifadə edə bilərik. Yox, əgər bəyənsək, davam edəcək və lisenziyanı vurub, beləcə Windows Server 2016-nı hazır şəkildə hansı rola yüksəltmişsə istifadə edəcək. Yox, əgər ki, biz bəyənmədik, davam eləmək istəmirik, siləcək normal olaraq. Yox, əgər biz ömür boyu lisenziyasız şəkildə free versiyadan istifadə edəcəksə, mütləq 180 gündən sonra, misal üçün Active Directory rolunu qaldırmışsansa, bu serveri silib yenidən yükləyəcəksən serveri və Active Directory roluna yenidən qaldırıb 180 gün serverin istifadə müddətini sıfırlaya bilərsən. Amma mütləq 180 gündən bir bu server ümumi roldan deyil, ümumi olaraq silinməlidir serverin özü. Gəlirik server manager ekranımıza və beləcə server manager ekranımız açıldı. Gələcəkki dərslərimizdə artıq məcizə bunları bir-bir konfigurasiya eləmək, hansı toollardan istifadə edə bilərik, hansı managerdən, add roles and future rolları və featureləri əlavə eləməyi, silməyi, serverləri əlavə eləməyi, server qruplarını əlavə eləməyi və server manager propertieslərini lokal serverdə ilkin konfigurasiyaları izah edəcəm. Bundan sonraki dərsimizdə ilkin konfigurasiyanı izah edəcəm. İlkin konfigurasiyalarda nələr eləmək lazımdır? Bunları sizə izah edəcəm. Bugünkü dərsimiz bu qədər. Bizi yəni Uğur IT Akademiyanı sosial şəbəkələrdə izləməyi də unutmayın. Videoların davamı üçün kanala dəstək olmağı, videonu bəyənib, şərh yazaraq və dostlarınızla paylaşaraq bizə böyük motivasiya verə bilərsiniz. Təşəkkür edirəm izlədiyiniz üçün. Sağ olun.